1846-cı ildən 1848-ci ilədək Meksika ilə qanlı müharibə nəticəsində Amerika Birləşmiş Ştatları Texası ələ keçirdi. Louisiana sərhədlərindən Rio Grande çayına qədər böyük ərazinin fəth edilməsi başlandı. Людмила Савельева, Эслинда Нунес, Энрике Санти-Эстебан, Олег Видов Başsız adlı filmində. Filmdə həmçinin çəkilmişlər Alejandro Lugo, Arna Yuksuyla, Ivan Petrov, Alfonso Godinez, Rolando Diaz Reyes, Aleksandr Milakosti, Platon Leslie və başqaları. Ssenari müəllifləri Vladimir Vladimirov, Pavel Fin. Mayner Din romanının motivləri əsasında. Quruluşçu rejissor Vladimir Weinstock. Baş operator Konstantin Ryzhov. Rejissor Viktor Sergeyev. Bəstəkar Nikita Bogoslovskiy. Kassi, orada ne baş verir? Hindulardı. Ot yandırılıb, Woodley dayı. Beriyada yanğın olub. Torpaq qapqaradır. Amma bu cəhənnəmdə yol tapmasam, qoy mənə kapitan Calhoun deməsinlər. Atım irəli getməyə qorxur. Daha çox kimə inanırsınız, Mr. Poindexter? Qoca əskərə, yoxsa oğlunuzun atına? Henry, zəhmət çək, Kassiyə qulaq as. Bura həqiqətən cəhənnəmdir. İrəli, irəli! Tərpən! Yoxsa hamımız burada gəbərəcəyik. Onlar su içmək istəyir. Kassi götür.
Mənim qabımdan qatırlara su ver. Louisa məni ələ salır. Yolu necə tapaq? Sizə də özünüzü bağlamağı məsləhət görürəm, cənablar. Kül. Texasa təzə gəlmişik. Louisianadanıq. Mən Asieno Casa del Caravon almışam. Leona çayının döngəsində duran malikanəni. Forte İncin yanında. Bir həftə əvvəl ora çatmalıydıq. Amma yolu azdıq. Susuz qaldıq. Qızım Louisa. Buradan çıxmağa bizə kömək eləyə bilərsiniz? Leona sahilinə? O burada. Görürsünüz? Orada hündür qovaq ağacı var. Onun başına istiqamət götürün. O biraz əyilib, biraz sola. Görürsünüz? Qulaq asın, biz centilmenlərik. İz axtaran deyilik. Təəssüflənirəm, amma sizi tərk eləməli olacağım. Tələsirəm. Mənim izimlə gedə bilərsiniz. Sağ olun, cənablar. Siz həqiqətən iz axtaran deyilsiniz, sir. Zənciləri məndən göndərib. Sir, adamlarınızı qaldırın. Yalnız düz istiqamətdə gedin. Qoy onlar yanan hər şeyi axtarsınlar. Biz çaya gedən yolu tapacağıq. Bu çətin olmayacaq. Hətta centilmenlər üçün. Mənə elə gəlir, o bizi sadəcə aldatdı. Onun çox alicənab görkəmi var. Uşaq. Mərc gəlirəm ki, o fırıldaqçıdır. Ya da El Coyote'un dəstəsindəki quldurlardandır. Bizi təliyə salmaq istəyir. Hura! Hura!
Прелестная пара. Bu da Texas'ın yeni kraliçesi. Xoşa gəlinli də elə deyil. Hə. Mənim daha çox atasından xoşum gəlir. Pul kisəsidir. O ki qaldı qadınlara. İsa'ya and olsun ki, mənim üçün yalnız Isidora Covarrubiya mövcuddur. Dias, bəlkə yeni bir şey söyləyəsən. Əskərləriniz necədir? Bekar qalmaqdan darıxmırlar ki. Açıq soruşun, Hindular müharibə cığırına qədəm basıblar ya yox? Mayorun oğlanları General Sheridan'ın tövsiyəsini yaxşı yadda saxlayıblar. Yalnız ölü Hindu yaxşıdır. Məni Hindulardan çox Texasda qaynaşan avaralar narahat eləyir. El Coyote'un dəstəsindəki baş kəsənlər kimi. Arzu eləyirəm ki, bu qulduru ələ keçirəsiz. Cənablar, təklif eləyirəm ki, hamı Texasın şərəfinə içsin. Amerikanın yeni 28-ci ştatı. Hindular! Hindular! Baxın, Hindular! Silah başına cənablar, silah başına. Əmr eləyin darvazaları bağlasınlar. Evdə silahınız var? Aman tanrım, indi biz neyniyək? Hamımız gizlənək. İlahi! Mustanglardır. Nə baş verib cənablar? Bəlkə sizə köməyim deyə bilər. Hər şey qaydasındadır, Morris. Xanımlarımızın birinin gözünə qanıçan Hindular göründü. Sizin qəhrəman oğlanlarınız qırmızı dərililəri öz doğma torpaqlarından şövqlə qovurdular. Yəqin ki, onlar da silahlarını gizlədiblər. Sizi görməyə çox şadam, ser. Bu əla fikir idi. Məşəlləri deyirəm. Morris Gerald həmişə qulluğunuzda hazırdır. Təşəkkür edirəm. Mr. Poindexter, Mustanger dostlarımdan eşitmişəm ki, sizə atlar lazımdır. Hə, çox lazımdır, əzizim. Əmin olun ki, bu dəfə elə bir evə gəlmişsiniz ki, burada simiciliyi sevmirlər. Pluton. Sağ olun, dostum. Mətbəxə gedin. Əmr eləyərəm ki, sizi yedizdirsinlər. Cənablar, bu möcüzəyə baxın. Mr. Gerald, atınızı mənə satın. İstəyirəm ki, o mənim olsun. Artıq sənindir, Louisa. $150 al və atı mənə ver, Mustanger. Bir dəqiqə, əziz kapitan. Bütün müqəddəslərə and içirəm ki, at başqa tərəfə baxır. 250. Təsəvvür eləyin ki, mən özüm də istədiyimi ala bilərəm. $300. $500. At satılmır. $500 Mustanger. At satılmır, ser. Mənim vətənim İrlandiyada belə bir adət var. Yeni evə köçəndə xoşbəxtlik üçün hədiyyə verirlər. Amma evin sahibinə yox. Onun arvadına ya da qızına. İcazə verin bu qədim İrlandiya adətini Texasda da həyata keçirim. Mr. Gerald, sizin hədiyyənizi qəbul edirəm. Cənablar, bu adət xoşunuza gəlmir? Mənimsə çox xoşuma gəlir.
Miss Poindexter, əgər özünüz onun boynuna kəmənd atıb tövləyə aparsaz, o yalnız sizi dinləyəcək. Cənablar, kim mənə deyə bilər? Bizim o Gerald hansı yuvanın quşudur? İspaniya kraliçasının qeyri-qanuni oğludur. Hindistanın vitse-kralı Mr. Naməlum şəxs. O sadəcə dilənçidir. Yeri gəlmişkən, həm daha doğrusudur. Odur ki, buna görə çox baş sındırmayın. Mənim müşahidəmə görə bizim xanımlar həmin Mustangirə aşıqdırlar. Kimi aşkar, kimi gizli ola bilər. Hey Diaz, gözəl Isidoranın əhvalı necədir? Poindexterlərin balında rəngi çox solğun idi. Oh, yazıq Diaz. Viski və su. Sən ona yalnız su süz. Yəqin heç 5 senti də yoxdur. Sizdən qiymət soruşmuram. Viski və su. Hamı
hamını qonaq eləyirəm. Centilmenlər, yaxşı-yaxşı içək. Qoy dostumuz Diaz deməsin ki, buranın nahaq yeri açıb. Yaşasın Amerikalılar üçün Amerika. Kəlmələr cəhənnəm olsun. Xüsusilə də lənətə gəlmiş İrlandiyalılar. Mən İrlandiyalıyam. İrlandiyalı? Dəbdəbəli kostyumunuza baxıb elə bildim, Meksikalısınız. Yeri gəlmişkən, kostyumdan söz düşmüşkən, Mr. Colhoun. Siz mənim köynəyimi su elədiniz. İcazə verin, eyni cavabı qaytarım və sizinkinin nişastasını yuyum. Yox, canablar. Tətiyi birinci çəkənin cəzasını özüm verəcəm. Sizə aid olmayan işə qarışmayın, mayor. Colhoun, şükürlər olsun ki, azad ölkədə yaşayırıq. Biz azad insanlarıq. Əgər bir-birinizi öldürmək istəyirsinizsə, buyurun. Amma zəhmət olmasa, qaydalara riayət eləyin. Beləliklə soruşuram. Duelin mütləq baş tutacağına əminsiz? Əgər Mr. Colhoun üzr istəsə, Mən? Mən bu alabəzək meymundan üzr istəyəcəm? bəsdir. Ona həyatını xilas eləməyə imkan vermək istədim, mayor. Biz döyüşəcəyik. Deməli, kapitanın koltuğunda 6 güllə var. Sizdə də o qədərdir. Başqa silahınız var? Sizin bütün silahlarınızda monogram var. Hətta bu əclafı vuracağım güllədə də. İndi isə hamıdan xahiş eləyirəm, salonu tərk eləyəsiz. Zəng səsi eşidən kimi hər iki duelçi bura qayıdacaq. Sonrası sizin işinizdir. Dayanın, mayor. Bu həm də mənim işimdir. Dağıntıya görə pulu kim ödəyəcək? Kim sağ qalsa o da ödəyəcək. Deməli pulu mən ödəyəcəm. Dört. 5. On bir. Maraqlıdır, 12-ci güllə kimin olacaq? Lənət şeytana. Siz məğlub oldunuz, kapitan. Bəsdir. Tapancanı aşağı sal. Mən üzr istəyirəm. Tut! Düz at. Bax belə, afərin. Yaxşıdır, əla. Belə? Heh. Siz məğlub oldunuz, kapitan. Bəsdir, bağışlayın məni. Bağışlamaq? Siz həyasız adamsınız, tərbiyəsiz. Mən sizi heç vaxt bağışlamaram. Öldürməyin. Mən Luizanı çox sevirəm. Bəsdir, Henry. Şəhərdə duel barədə artıq bir kəlmə də danışmırlar. Görəsən o yazıq Mustanger necədir? Pluton danışırdı ki, onu salondan çıxaranda qan içində idi. Və Lu, mənə bax görüm. Sən səfirsən, Henry. O axı atalveçisidir. Hə, çox təəssüf. Amma ona zabit olmaq daha çox yaraşırdı. Bir çoxundan fərqli olaraq. Eşitmisən, Kassi istəyir ki, onun arvadı olun. Bilirsən, Henry, mən heç nədən qorxmuram. Amma hərdən mənə dəhşət bürür. And içirəm, Lu. Sən yalnız sevdiyin adamın arvadı olacaqsan. Həmin adam sənə layiq olmalıdır. Başa düşürsən?
Kimdi? Dostum, açın, Diaz. Diaz, bəli. Sizin pulunuzu ödəməyə gəlmişəm. Nəyə belə geç, Mr. Colhoun? Yoxsuzluqdan əziyyət çəkirsiniz? Borcum nə qədərdir? 300. Orada 500 artıqdır. Bu behdi Diaz. 500 indi, 500 sonra. Deməli 1000, hə? Məyər o bu pula dəyməz? Dəyər kapitan, çünki adam öldürmək riskli işdir. Onu hindular da öldürə bilər. Hə, əlbəttə, köhnə fəndi. Amma preriyada da iz qalır. Bəlkə biz Texas torpağında deyilik. Texas torpağındayıq, amma siz unutmuşsunuz ki, mən Meksikalıyam. Siz adamları ovda quşları öldürdüyünüz kimi öldürə bilərsiniz. Eşitmişim qanunları saymayan bir Meksikalı var. Kim? El Coyote. Onu tapmağa mənə kömək eləyin. Fikrim yoxdur. Sizə də məsləhət görmürəm. El Coyote'u görən adam hesab eləyin ki, ölüdür. Nə eləmək olar? Qoy yaşasın. Qoy o İrlandiyalı köpək yaşasın. Söz gəzir ki, Meksikalı qız Isidoro bütün preriya boyunca mıstan kimi onun ovuna çıxıb. O sənə və mənə mane olur, Diaz. Pilələri həmişə mane olur. O bizim torpağımızda artıqdır. Hey, bura gəlin. Mənim köməkçilərim və dostlarımdır. Tanrıya and içirəm. Əla olanlardır. Sözünüzü qısa eləyin, Diaz. Siz həmişə tələsirsiniz, həmişə qaçırsınız. Bizim işdə səbr lazımdır. Məkan seçmək, fürsət gözləmək vacibdir. Bu Alama çayıdır. Bu onun daxmasıdır. Bu isə, bu bizik. Luisa, əzizim. Preriya gəzinti yeri deyil. Səndən nə vaxtsa məsləhət istəmişəm? Luisa, hindular. Luna məni qaçıracaq. Gözəl çel koyot. Onu olsunlayaram. Mən əzab vermək xoşuna gəlir. Bir əjdaha gözəlin keşiyini çəkirdi. Xeyirxah, amma qəzəbli əjdaha idi. Amma çox vaxt keşik çəkən yuxuya getmiş olur. Beləliklə də təhlükəyə yol açır. Luisa.
Miss Poindexter, ondan düşün. Mənim atım hər ikimizi buradan uzaqlaşdırar. Luna mənə çox əzizdir. İndi onlarla ciddi danışacağıq. Siz belə olmusunuz, ser. Sizsə cəsarətlisiniz. Sizi tək qoymayacağım. Onda birlikdə ölərik. Sizi tək qoymayacağım. Gedin buradan, öz evinizdə ərkönlük eləyərsiniz. Gedin buradan. Siz. Gece gündüz yanında kalan sen idin. Kanını silen, ona su veren sen idin. Onun sağ kalması için müqəddəs Meryem'e kim yalvarırdı? Onun qulluqçusu, bacısı, anası kim idi? Kim? Mən, başka heç kim. Mən. Sen yok. Rədd ol buradan. Öz zabitinin yanına git. Onu sana vermeyeceğim. Çünkü o benimdi. Siz anlamıram. Yəqin kim olduğumu unutmuşsunuz. Mən Louisa Poindexter'əm. Poindexter. O ise at alvericisi. Götürün onu. O mənə heç lazım değil. O mənimdi. Belki de lazımdı. Hele karar vermemişim. Ser, hatırınızdan xahiş eləyin, benim şam yemeğimi tapdalamasın. Hansı şam yemeğini? Şam yemeğim? Bak, budur. Tüpürüm şam yemeğine. Burada bir sinyorita görməmsən, ha? Ha? Benim adım Zeb Stamp'tır. Artık 55 ildir ki Zeb Stamp'am. Deyirəm buradan sinyorita geçmeyip, Mr. Stamp. Sinyorita? Kırmızı Amazon paltarında, bəli. Və bir kimi xalxalatda. Hə? Yox, görməmişəm. Hey siz, adınız nə idi? Mən Kapitan Calhounam, zarafatçıları sevmirəm. Hey, tez ol oğlan. Her şey qaydasındadır kapitan, narahat olmayın. O sizin kırmızı Amazonunuza çatıb. O kimdi? Min dəfə lənət olsun. Elbette ki Morris Gerald. Oğlan həmişə yerindədir. Həmişə nə eləmək lazım olduğunu bilir. Mən onu Amerika prezidenti seçərdim. Atlardan zəhləm gedir. Elbette öz qoca yabımdan başqa. Tanrı insanı ona göre yaradıb ki, yer üzerinde özü geçsin. Bak burada o yorulmağa başlayıb. Kim? Onun atı. Axı deyirəm atlara etibar eləməyin. Əlbəttə mənim yabımdan başqa. Sənin yabına tüpürüm. Louisa'ya ne olub? Hip hip hurra. Güzel mənzərə olub. Onun başını necə öldürdüğünü görmək için gümüş dollarımı əsirgəməzdim. Bu darvazaları bağlamak kimi bir şeydi. İlxı dayanıb və geri qaçıb. Mr. Stamp, xahiş eləyirəm deyin, Louisa hardadır? Her dükkan sahibi Mr. Calhoun. Her dükkan sahibi bilir. Bu vaxt ayğırlar ayrı dayanır.
Madyanlar da ayrı dayanır. Yoxsa nə? Yoxsa işlər pis olar. O tərəfdə iz görünmür. Amma deyəsən, yanaşı dayanıblar. Bir arabaya qoşulmuş iki at kimi. Eybi yoxdur. Atın birini tezliklə geri döndərəcəm. Atın axır bulağına bir adam da gətirə bilər. Amma 40 adam belə onu su içməyə məcbur eləyə bilməz. Eybi yoxdur. İrlandiyalı əclaf. Əclaflar Texasda az deyil. Miss Poindexter, Mr. Gerald, zavallı Mustangirin daxması xoşunuza gəldi? valeh oldum. Tənha daxma. Tənha, mən elə deməzdim. Yəqin dostum Zeb Stampa rast gəlmisiniz. Qoca ovçu, xeyirxah adamdır. O hərdən mənə quş ovlayır. Qoca ovçu. Əgər onun gözəl qara gözləri və çiyninə tökülən saçları, gözəl balaca ayaqları və heyran edici məxməri səsi varsa, Donya Isidora bir vaxt göstərdiyim kiçik xidmətimə görə mənə böyük qiymət verir. siz onu da vəhşatlardan xilas eləmisiniz? Onu sərxoş quldurların əlindən almışam. Ölüm təhlükəsi yox idi, amma vaxtında yetişdim. Siz həmişə vaxtında yetişirsiniz? İnsan dara düşəndə kimsə yanında olmalıdır. İlahi, quldurların əlinə düşmək üçün ömrümün yarısını verərdim. Miss Poindexter, o lənətə gəlmiş kanyonu xatırlayırsınız? Bu tərəflərdə onu ölüm kanyonu adlandırırlar. Orada böyük Hindu qəbiləsini məhv ediblər. Ora milyonçu qızını dilənçi Mustangirdən ayıran uçurumun yanında heç nədir. Sizin xalxalınızla belə bu uçurumun üstündən keçmək olmaz. Birdən mən dara düşsəm və sizi çağırsam, gəlməzsiniz. Bu baş verməsə xoşbəxt olardım. Mr. Gerald, Miss Poindexter, Yaxşı oxuyursan. İnsanın əzablarından da olsun, əla oxuyursan. Əla oxuyursan. səndən qurtuluş yoxdur. Niyə ardımca gəzirsən?
Az qalıram başqa ştata qaçım. Başqa ştata? Cəhənnəmə və onun qazanlarına and olsun ki, heç yerə getməyəcəksən. Yox. Mustangir səni özünə elə bil dəmir zəncirlərlə buxovlayıb. Diaz, Hə? mən ona lazım deyiləm. O məni sevmir. Məni bircə kəlmədə, buna görə onu öldürüm. Isidora. Isidora. Qulaq as. El Coyote. Deməli El Coyote sənsən. El Coyote mənə aşık olub. Ələ keçməz El Coyote. Qəddar El Coyote. Mənim adımı öyrənən ölür. Gəbərir. Kimi qorxudursan? Məyər mən ağdərlimisən? Tapançanı aşağı sal. Sən əlində heç vaxt kəmən tutmayan qızları qorxud. Görmürsən mən necə kəmənd atıram? Bax. Sən El Coyote'san. Amma mən də Isidora Kabarubiyayam. Mənim yoluma çıxmağa cəhd eləmə. Bugünkü görüş isə olmayıb. Olmayıb, bax belə. Nə baş verib Pluton? Miss Loya demək istəyirəm ki, onun xalxalı hazırdır. Gəzintiyə çıxmağa hazırlaşırsan, Louisa? Çox gözəl, uğur olsun. Yəqin ki, tək getməyəcəksən. Bu yaxşı olmaz. Ya Henry, ya da Cassie ilə get. Get Pluton. Get, get. Xalxalı hara istəyirsən, göndər. İstəyirsə qoy öz periyasına qayıtsın. O mənə daha lazım deyil. Yaman kələk bassan oğlan. Hamısını cəmi 10 Meksika dolları. Yaxşı budur bunları qarşıma çıxan canavara verərəm. O səndən çox təşəkkür eləyər. Əvəzində də məndən bizon dili, ya da budu dilənməz. Ehtiramımı qəbul eləyim, miss. Mən Zeb Stampam. Zeb Stamp? Sizin aşpaz kimi kələkbaza rast gəlməmişəm. Bu əsil bədbəxtlikdir. Çətin ki, bu quşları sizə sata bilim. Əgər onu elə bu an çayda boğmasaq. Bu çox qəddar olar, Mr. Stamp. Nə qədər istəyirsiniz? Heç nə istəmirəm, miss. Sizin gözəl baxışlarınız kifayət eləyər. Bir stəkan da Manga Helsk viskisi. Su istəyirsiniz, Mr. Stamp? Niyə, miss? Viskini qarışdırmaq üçün boğazınızı yandırmasın. Belədir, olar. Hiç kuşçuğaz. Hiç. Bu Mustangir'in poçtalyonudur. O mənim evimi yaxşı tanıyır. Bugün Morris'ten xəbər gətirib. Onun ərzaq ehtiyatları tükənib. Mr. Stamp, göyərçin tez uçur. İldirim zigzagı kimi. İyili yaxlanmış. Mr. Stamp, göyərçini neçəyə satarsınız? Göyərçini? Baha, mis, baha. Yarım stəkan viski. Bir də məlahətli baxışlarınızla qoca Stampa nəzər salın.
Lu, əlbəttə sən öz əməllərində azadsan. Amma başa düş, mənim borcum Henry'e görə, sizin hər ikinizə görə etiraf eləməliyəm ki, mən... Ata, özünü alçaltma. Mən hər şeyi bilirəm. Amma buna baxmayaraq mən heç vaxt Kassiyərə getməyəcəm. Oyan Henry. Oyan. Oyan yoksa Poindexter'ler ailesi bütün Texas'ın mesxeresine çevrilecek. Bacın yoldan öten dilencinin kolları arasındadır. Ehtiyatlı ol. Bacını vurma. Onlar ayrılan kimi. Derhal ateş aç. Onu cehenneme gönder. Tərpənmə yaramaz. Luisa, kenara çəkil, onu öldürə... Henry, eğer ateş açsan benim kardeşim değilsen. Henry, sen benim sevdiğim adamı öldürmezsen. Lu, deməli o... Morris Gerald idi? Sen onu çok pis təhqir elədin. Sen öz andını unuttun Henry. Bu Morris Gerald idi. Mən bilmirdim ki bu odur. Mən heç nə bilmirdim. Çok pis. Siz düşman gibi ayrı. Qaçıb ona çatacağım. Ondan üzr istəyəcəm. Это будет поступок, достойный мужчины. Sen kişi değilsen, sen Poindexter değilsen. Qolun necədir, Kassi? Her şey yaxşıdır. Pluton, Eşidirəm. oğlanın yataq otağına get. De ki biz süfrə başındayıq, onu gözləyirik. Baş üstə. Sen karsan qara. Xeyr, Mask. Onda yerine yetir. Gedirəm. Nə baş verir Pluton? Genç sahip otağında yoktu. O heç yerde yoktu. Bəs onun atı? Onun atı hardadır? Baxmışam, tövlədə yoktu. Massa Poindexter! Massa Poindexter! Hə, bu hinduların işinə oxşayır. Lənətə gəlmiş kamançilər. Hindular atı bırakmazdılar. Kulak asın kapitan.
Siz o oğlanla məşğul olmalısınız. Şübhələnirəm ki, bu odur. Hakimdir. Mustanger Gerald. Bəlkə sizdən qisas almaq üçün dayınız oğlunu öldürüb? Deyəsən yaxşı yapmamısınız deyəs. Mən? Nə gəldi danışırsınız? Ali canablığınızı qiymətləndiririk kapitan, amma hamımız sizin duelin şahidi olmuşuq. Burada kişi var ya yok. Oğlum yoxa çıxıb. Sizsə boş-boş danışırsınız. Canablar, iki dəstəyə bölünək. Mən zabitlərlə birlikdə Kamançilərin yanına gedəcəm. Yerdə qalanlarsa, Gerald'ın daxmasını kim tanıyır? Mən tanıyıram, apara bilərəm. Deməli, qalanları Diaz Mustangir'in evinə gedəcək. İrəli! And içirəm, Lu, sən yalnız sevdiyin adamın arvadı olacaqsın. Henry, bu odur. İlahi bu odur. Bu Morris'ti. Benim Henry'm hardadır? Benim Henry'm hardadır? Benim Henry'm hardadır? Deyəsən siz saxlıydınız, Diaz. Canablar, danışanda ona qulaq asmaq lazımdır. Onun günahkar olduğunu bilmək üçün sizə daha nə lazımdır? Üzərində Henry'nin sarabisi var. Ona diqqətlə baxın, onlar dalaşıblar. Onun üzərində Henry'nin qanı var. Asılsın! 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 Asın onu! Gebersin! Ölməlidir! Asılsın! Ey oğlan! Eğer ilgiyi çeksen, karnına qoruğuşun dolduracağım. Çətin onu həzm biləsən. Uşaqlar, bu necə fəngiyyətdir belə? Siz özünüzdən çox razısınız. Sizə nə var? Bu oğlan mənim dostumdur. İkincisi, Zeb Stamp alçallığa dözə bilməz. Texasın preriyalarında olsa belə. O mənim oğlumu öldürüb. Mr. Poindexter, onda niye özünüz ilgiyi onun boynuna salmışsınız, ha? Onda bunu sen elə, sen mənli. Sen buna alışmısan. Elə bilirsən xəbərim yoxdur. Yəhərin itəndə qoca zəncini kim cəzalandırıb? Hey, Dick Mellon. İpi sən dart. Bunu eləməyi bacarırsan. Məyər Ned Spence və Bill Williams'la Comanche paltarı giyindirib maskarad quran siz deyildiniz? Malqaranı qaçırdınız. Elə deyildi? Buna görə isə 5 nəfər günahsız Hindunu öldürdülər. Salam Sheldon. Fərqlənmək üçün imkan var. Öz yaxınınız, güllələ, kəs. Texas səninlə fəxr eləyəcək. Asın onu! Öldürün onu! Bezdik! Asın onu! Çıxın axırına! Ölsün! Kamançilər çoxdan buradan gelib. Artıq aşırımın arxasındadılar. Cəzasını verin! Öldürün! Mustangir'in günahkar olub olmamağı qanuni yolla sübuta yetirilməlidir. Cəzasını verin! Öldürün! Asın onu! Susun! Kəsin səsinizi! Nə hayköy salmısınız? Elə bil hər birinizin iki dili, iki boğazı var. İblis!
Mən elə də xəstə deyiləm ki, kabus görüm. Mr. Gerald, məni bağışlaya bilərsiniz. Göndərdiyim məktub lənətə gəlsin. Məktubunuzu lənətləməyin. Siz sadəcə xahiş elədiniz ki, gəlim. Mən hətta bunu ciddi qəbul eləmədim. Belədir. Onda niyə atınızı geri döndərmədiniz? Düşündüm ki, bəlkə səhv eləyirəm. Bəlkə mən həqiqətən ona lazımam. Miss Louisa, mən sizi sevirəm. Bunu sizə deməliyəm. Görünür, bunu demək üçün başqa imkan olmayacaq. Mənə cavab verin. Onda bağda qardaşınıza bir kəlmə söz dediniz. Miss Poindexter? O sözlə məni xilas eləmək istəyirdiniz, yoxsa... O gün kuş götürmürüm Massas'tan. Necə dağılsızsan. Məyər Stamp bunun üçün gəlib? Yeryüzündə belə hadisə baş verən zaman hətta ac canavarın da iştahı kəsilər. O Massa Stamp, o peyda olub. Zəncilər onu görüb. Kimi? İblisi. Bilirsiniz, onun başı yoxdur. Nəhəng yatı var. Dağdan da böyük. Qara ruh axtarışındadır. Tanrı bizi bəladan hifz eləsin. Böyük məmnuniyyətlə ona qara ruhu tapmaqda kömək eləyərdim. Zəncilər deyir ki... Yaxşı, de görək, zəncilərin başqa nə deyir? Onlar deyir ki, bu Mr. Gerald ola bilməz, o deyil. Bəs kimdir, hə, dostum? O, Massa Stamp. Yazıq Pluton nə deyə bilər? Onsuz da o bugün payını alır. Nə qələt eləmsən? Pluton pis iş görməyib. O sadəcə Mr. Calhoun'dan soruşub ki, həmin lənətə gəlmiş gecədə onun atına nə olmuşdu? Görünür, yazıq atı əməlli başlı qovmuşdular. O, Massa Stamp, məni qamçı ilə elə döydü. Qulaq as, gör nə deyirəm. Sənə nə var? Onun atı nə rəngdəydi? Kürəndi, Massa Stamp. Aha, bir nalının da yarısı yoxdur. O, Massa Stamp hər şeyi bilir. Prairie böyük kitabdır, oğlan. Sadəcə onu oxumağı bacarmaq lazımdır. İrəli. Massa Stamp hər şeyi görür. Hətta havada uçan arının izini də. Woodley dayı. Mən evlənmək qərarına gəlmişəm, Woodley dayı. Evlənmək? Nə deyim? Bekar dolaşmaqdan bezmişəm. Ailə qurmaq lazımdır. Hə, pis deyil. Louisa'nın arvadım olmağına razıyam. Nə? Louisa? Hə, Louisa? Amma o səni sevmir. Mənim onu sevməyim kifayətdir. Louisa razı olmayacaq.
Deməli siz onu razı salacaqsınız. Mən? Yox. Heç cəhd də göstərməyəcəm. Get. Öz malımı niyə xarab eləməliyəm ki? Bu zənci mənimdir, elə deyil? O da, o biri də, plantasiyada, evdə. Qoy avamlar elə bilsin ki, burada hər şey sənindir. Amma biz ikimiz də ələ bilirik ki, sənin mənə nə qədər borcun var, hə? Ailə qurmağı qəti qərar almışam və istəyirəm ki, Casa del Corvo'nun sahibəsi Luiza olsun. Başqa qadın yox. Sən düşünmədən cavab verdin. Burada hər şey mənimdir. Üstündə dayandığın torpaq, yatdığın çarpayı, sənin paltarların, zinət əşyalarının hamısı mənimdir. Yoxsulluk bizi qorxutmur. Əla cütlüksüz. Edamı namizədlə nişanlan. Ölüyle toy elə. O bəraət qazanacaq. O məhkum olunub. Yalan danışırsan, o öldürməyib. Kim bilir? Kim bilir? Belki de haklısın. Ama ne olursa olsun sen məhkəmədə mən deyənləri təsdiq eləməli olacaqsan. Çünki cəmi 2 şahid qalır. Louisa Poindexter və Cassie Colquhoun. Eğer teklifimi reddələsən Louisa, Andlılara qətl gecəsi bizim bağda Gerald'a görüş təyin elədiyini danışmalı olacaqsan. Bu fakt Andlıları maraqlandıracaq, əmin ola bilərsən. Texasda belə əhvalatları sevirlər. Sən rüsvay olacaqsan və özün Gerald'ın boğazındakı ilgəyi dartacaqsan. Amma Andlılar bu barədə xəbər tutmaya da bilərlər. Bu Gerald üçün də yaxşı olar. Fikirləş Louisa. Sənin hələ vaxtın var. Onlara deyin ki seslerini kessinler. Canab Andlılar, adam öldürülüb. Bizim hörmətli vətəndaşlarımızdan birinin oğlu. Həbs olunmuş Morris Gerald bu cinayətdə günahkar bilinir. Mənim vəzifəm məhkəmənin düzgün getməsinə nəzarət eləməkdir. Sizsə dəlilləri götür qoy eləməli və bu ittihamın ədalətli olub olmadığına qərar verməlisiniz. Cənab prokuror, cinayətin şahidlərinin sorğusuna başlayın. Kapitan Cassie Colquhoun. Ona and içdirin. Ulu yaradana an verirəm ki, həqiqəti yalnız və yalnız həqiqəti deyəcəm. Centilmenlər, sizin qarşınızda günahkaram. İndi deyəcəyimi mən çoxdan deməliydim. Amma ümid eləyirdim ki, bu lazım olmayacaq. Bundan əlavə, onunla münasibətlərim, bu adamla mənim aramda baş verənləri hamınız xatırlayırsınız. Sizin müttəhimlə davanızın ifadələrinizə heç bir aidiyyatı yoxdur. Heç kim sizi yalan danışmaqda günahlandırmaq fikrində deyil. Təşəkkür eləyirəm, cənablar. Çərşənbə gününə keçən gecə, dayım oğlu yoxa çıxan gecə, dəhşətli qətl gecəsi, cənablar. Bəli, bu həmin gecə olmuşdu, centilmenlər. Hava çox isti idi, yatmaq olmurdu. Mən ayağa qalxdım və siqar yandırdım. Hava almaq üçün eyvana çıxdım. Sigarımı çəkib qutarmışdım ki, bağda səslər eşitdim. 2 səs. Yazıq Henry Casa del Corvo'ya qayıtmadı. Bir də heç vaxt öz yatağına uzanmadı. Həmin gecə onun yatağı Prairie oldu. Dəqiq yerini isə yalnız bu adam bilir. Siz yenə də özünüzü günahkar hesab eləmirsiniz, Gerald? Əvvəlki kimi. Bəlkə siz şahidin ifadəsini təqzib eləmək istəyirsiniz. Yox.
Əla. Çox gözəl. Bu sizin haqqınızdır. Buna görə onu asmaq lazımdır. Ona edam eləmək lazımdır. Cəzalandırılsın. Sakit. Sakit. Əks halda əmr eləyəcəm, zalı tərk eləyəsiz. Bu zibil. Yəni, meydanı demək istəyirdim. Möhtərəm hakim, icazənizlə şahidə bir sual verim. Soruşun, cənab müdafiəçi. Cənab Colhoun, siz öz qardaşınızı sevirsiniz, düzdür? Dayanın. Siz ona biganə olmamısınız, düzdür? Axmaq sualdır. Fərz eləyək ki, sual o qədər də uğurlu deyil. Əgər siz Henry'yə biganə deyildinizsə, cənab Colhoun, o zaman niyə dava səsi eşidəndə hadisə yerinə getmədiniz? Gecə ayaqqablarındaydım. Çəkmələrimin geyinənə qədər hər şey sakitləşdi. Və siz rahatlıqla yatmağa getdiniz. Bəli, getdim yatmağa. Başqa sualım yoxdur, möhtərəm hakim. Heç ağlıma gətirə bilməzdim ki, bu əclaf oğlanı öldürə bilər. Miguel Diaz'dan soruşun. O şahiddir ki, mən sona qədər Gerald'ın günahkar olmağına inanmırdım. Diaz'dan soruşun. O çox şey danışa bilər. Bəli, möhtərəm hakim, mən də xahişə qoşuluram. Miguel Diaz! Miguel Diaz! Miguel Diaz! Sahibim burada yoxdur. Tapın onu. Hələlik iclasımızı təxirə salırıq. Исидора, любовь моя Исидора. Оставь. Я ценю дело, а не болтовню. Ты помнишь ту нашу встречу у хижины Морриса? Да, Собираешься на суд. да, дорогая, за мной уже присылали. Я сказала в тот раз, лучше не становись на моем пути. Не пойдешь в суд. Я запрещаю. Исидора, Эль Койот. Хорошо же ты встречаешь друзей, Диас. Меня здесь нет, а салон давно закрыт. Меня здесь нет. Пьяная скотина. Приди в себя. Во что превратился? Приди же в себя. Ты должен выступить на суде, Диас. Ничего я не должен. Ты будешь говорить, Диас. Нет! Значит, ты хочешь спасти ирландского выродка от веревки? Чтобы Сидора женила его на себя, да? Если ты не веришь мне, верь судьбе. Красная, ты идешь в суд, черная, я проиграл. Смелее, Диас. Не пропусти свое счастье. Моя пятая. Быстро. 1, 2, 3, 4, 5. Miguel Diaz! Miguel Diaz! Buradadır, ha buradadır. Miguel Diaz qolluğunuzda hazırdır. Anan dişlerin. Ay. Yalnız həqiqəti, yalnız həqiqəti. Xaçan da olsun. Danışın şahid. Məhkəməyə nə demək istəyirsiniz? Siz hamınız bilirsiniz. Mən kiməm? Benim adım Miguel Diaz'dır. Miguel Diaz. Düz değil. Düz değil. Onun adı. Isidora. Onun adı El. Isidora. Isidora, niye belə elədin? Niyə?
Əclafa ölüm! O Meksika leşini yığışdırın. Görürsən, gedirəm. Sən tək qalırsan. Tək. Eğer ölüsü belə dirilərə mane olursa, görünür bu başsız atlı çox şey bilir. Üç gündür burada qalmışıq, o isə hələ sağdır. Bu komediyaya son qoymaq lazımdır. Onu öldürmək lazımdır. Nəyi gözləyirsiniz? Onu istənilən vaxtda edam eləmək olar. Amma bundan əvvəl onu da dinləməliyik. Çünki bundan sonra çətin ki, nəsə deyə bilsin. Danışacaqsınız, Gerald. Nə deyim, Gerald? Özünüz bilərsiniz. Ədalətli qanun sizə susmağa icazə verir. Beləliklə, cənab anlılar, bizim məhkəməmiz sona çatdı. Müttəhim Gerald son sözdən imtina elədi. Görürsən, gedirəm. Sən tək qalırsan. Bütün şahidlər dindirildi. Yox, hamısı deyil. İncili mənə verin. And içmək istəyirəm. And içirəm ki, həqiqəti deyəcəm. Yalnız və yalnız həqiqəti. Morris Gerald susurdu. Ona görə ki... Niyə, Miss Poindexter? Məhkəmə sizi eşidir. Çünki həmin gecə mən də bağdaydım. Siz tək idiniz? Yox. Yəqin ki, məhkəməyə həqiqəti deməkdən imtina eləməyəcəksiniz. Onlar 2 nəfər idi, biri mənim qardaşım. Biz sizdən ikinci adı da eşitmək istəyərdik. O Morris Gerald idi. İcazə verin soruşum. Bu təsadüfi görüş idi, yoxsa əvvəlcədən danışılmışdı? Möhtərəm hakim, mən etiraz edirəm. O təsadüfi değildi. Sizə bir sual da verməli olacağım. Üzr istəyirəm. Amma bu mənim borcumdur. Gecə vaxtı bu görüşün məqsədi nə idi? Hə? Həbsxanada məndən soruşdun. Mən sizə cavab verə bilmədim. Məktubu xatırlayırsan, siz mənə lazımsınız, Mr. İndi isə mən sənə lazımam. Çünki insan dara düşəndə yanında mütləq kimsə olmalıdır. Mən onu sevirəm. Sakit olun, Miss Louisa, və məhkəməyə deyin. Gerald nə vaxtsa qardaşınız haqqında pis rəydə olub? Yox, heç vaxt. Bəs Henry Poindexter Morris Gerald haqqında? Yox, o... Yəqin ki, Mr. Colhoun'un dediyini xatırlayırsınız. Doğrudur ki, qardaşınız və müttəhim düşməncəsinə ayrıldılar? Hə? Cavab verin. Hə, bu doğrudur. Amma
O Sizə başqa nə lazımdır? Asın getsin. Asılsın! Asılsın. Asılsın! Asın onu. danış Morris. İndi danışa bilərsən. Möhtərəm hakim, müttəhimə 2 sualım var. Soruşun. Morris Gerald, düzdür ki, İrlandiyada yaşayanda atanızın arzusuna zid getmisiniz və keşiş olmaqdan imtina eləmisiniz? Düzdür. Doğrudur ki, siz hörmətli valideynlərin oğlu ata evinizdən qaçıb üsyançılara qoşulmusunuz? Buna görə öz vətəninizdə cinayətkar elan olunmusunuz? Doğrudur. Bizdə Texasda isə Hindularla dostlaşmısınız və onlar sizi səxavətli əl adlandırıblar. Bu da düzdür. Bunu yadda saxlayın, cənab andlılar. Mən Amerikaya, İrlandiyadan qaçdım. Biz orada kraliçəyə qarşı mübarizə aparırdıq. Vətənimizin azadlığı uğrunda. Bu məhkəmədə eşitdiyiniz hər şey həqiqətdir. Düzdür, ifadələrin bir hissəsi yalandır. Bu ifadələri verən insanlar kimi. Hə, biz Henry ilə vidalaşmadan ayrıldıq. Amma həmin gecə Henry ardımca qaçıb gələndə hövsələsizliyinə görə ürəkdən üzr istədi. Bu hərəkəti başa düşmək sizə çətin olacaq. Çünki Texasda alicənablığa, səmimiliyə az rast gəlmək olar. Mən öz plaşımı və silahımı ona verdim. Osa öz sarabisini. Ayrılarkən əllərimizi bərk-bərk sıxdıq. Başa düşmürəm, Gerald. Paltarınızı niyə dəyişdiniz? Hindu dostlarımın belə bir adəti var. Sonra paltarı dəyişmək, doğmalaşmaq deməkdir, qardaş olmaq deməkdir. Biz ayrıldıq. Mən yoluma davam elədim. Amma bir neçə dəqiqədən sonra atəş səsləri eşitdim. Sonra biri də səsləndi. Tez atımı geri çapdım. Sıx meşəliyi keçirdim. Qaranlıq idi. Heç nəyi seçə bilmirdim. Amma atım özü məni həmin yerə gətirdi. Yerdə hərəkətsiz adam uzanmışdı. O ölmüşdü. Ölməkdən də betər idi, sir. Bu nə deməkdir? Onun başı kəsilmişdi. Siz o adamı tanıdınız? Bəli, sir. Bu Henry Poindexter idi. Onun düşməni olduğunu heç vaxt eşitməmişdim. Amma məndə şübhə yarandı. Bunu məhkəməyə deyin. Etiraz edirəm, möhtərəm hakim. Onun həqiqətə bənzər hekayəsini dinləməyimiz kifayətdir. Henry'nin yanında dayanarkən xatırladım ki, nə vaxtsa Cənubi Amerika haqqında oxumuşdum. Pampasda kişi öləndə dostları onu ata oturdurlar. Canlı kimi. Mən də elə elədim. Mən yazıq oğlanı öz atıma oturtdum. Onu yəhrə bərkitdim. Sonra isə atın yüyənini əlimə aldım. Amma bir neçə addım atmağa fürsət tapmamış, at kişnədi, dartıldı, yüyəni əlimdən qopardı. Bir saniyədən sonra yaxınlıqda Jaguar nəriltisi eşidildi. At qaçmağa başladı. Jaguar isə üstümə atıldı. Bir alim mənə danışmışdı. Kolumb Amerika torpağına qədəm basanda ilk sözü bu olmuşdu. İlahi baxın, Jaguar. Nəhayət, yaralı halda sürünərək daxmamın yaxınlığına çıxa bildim. Var gücümlə ona tərəf süründüm. Və huşumu itirdim. Bilirəm ki, sizin ölkədə insan asmaq çətin iş deyil. Amma bundan artıq sizə heç nə deyə bilmərəm. Cənab anlılar, təklif eləyirəm ki, qərar qəbul eləmək üçün ayrılasınız. Müttəhimə aparın.
Gözəl düşünülüb. Qalır əsl həqiqəti üzə çıxarmaq. Həqiqəti 2 nəfər bilir. Kim? Öldürən və Henry. Bədbəxtlikdən o ölüb. Hə, qoca. Biraz da dök. Mənimlə nə qədər istəsən mübahisə eləyə bilərsən, amma sənə deyirəm. Səninlə o iblisi tapmasaq, mən Zep Stamp deyiləm. Hey, bu da o. Hə, qoca, deyəsən qorxdun. Səninlə qoca Zep Stamp danışır. O zarafat xoşlayan deyil. Mən ateş açıram. Əgər sən iblissənsə, bu sənə təsir eləməyəcək. Cənab anlılar, xahiş eləyirəm, cavab verin. Mustanger Morris Gerald Henry Poindexter'in ölümündə günahkardır? Hə, günahkardır. 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 Başsız atlı. Budur cənab hakim. Və 12 anlı. Budur şahid. Bəlkə o, bu qaranlıq işə işıq saça bilər. Dindirin onu. İlahi. Bu odur. Həkim Axundo. Kimə? Morris Gerald'a. Deməli belə. Qatil kimdir? Kimdir? Onun adını çəkin. Əgər bilirsinizsə, onun adı... Öldürən adam 2 dəfə ateş açıb. Birinci ateş ölümcül olub. İkinci dəfə güllə meydə dəyib. Bir sözlə, qatilin adını bu cəsəddə tapacaqsınız. Cassie Colhoun.
Siz ne inirsiniz? Bırakın onu, bırakın. Tərpənməyin, yoxsa onu öldürəcəm. Alçaq, sizə əmr eləyirəm. Dayanın. Bu mənim işimdir. Əgər Texasa yolunuz düşsə, Casa del Corova'ya gəlin. Orada siz artıq əfsanəyə çevrilmiş, sirli əhvalatdan bəzi parçalar eşidə bilərsiniz. Nökərlər bütün əhvalatı əvvəldən axıra qədər danışmaqdan imtina eləməyəcəklər. Amma pıçıltı ilə, çünki o malikanə sahiblərində kədərli xatirələr oyadır. Bu, başsız atlı haqqında povesti. Film Aynes televiziyasının sifarişi ilə 2012-ci ildə Bakı Film Kino Studiyasında səsləndirilib.